Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Jondrev şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, Jondrev Waldorf International MMC-nin baş icraçı direktoru Ksaba Leykonu qəbul edib. Söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğunu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olundu. Jondrev şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildiriblər. Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verdi. Ksaba Leykon Bakıda şahid olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını dedi. Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olundu. Təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı, dəyər zəncirinin rəqəmsallaşdırılması məsələlərinin ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edək ki, 1837-ci ildə ABŞ-da qurulmuş Jondrev kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıq yığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan Jondrevin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir. Dilbər Vüqar qızı, Bölgə TV.